Yeni il müsəlman dünyasının bayramı hesab olunmasa da, amma biz digər dinlərin, digər xalqların keçirtdiyi bayramlara biz hörmətlə yanaşırıq. Hətta o bayramlarda müəyyən İslam etiqadı baxımından, İslam məntiqinə uyğun gəlməyən haram halalla bağlı məsələlər olsa da, amma bizə deyiblər ki, digərlərinin adət-ənələrinə, bayramlarına hörmətsizlik eləməyin. Və bilin, İsa Peyğəmbərə əqidəmiz var. Allahın göndərdiyi 5 ulul-əzm peyğəmbərlərdəndir. Anası 4 seçilmiş xanımlardan biri hesab olunur. Qur'an-ı Kərimin yeganə adına surə göndərdiyi, adını çəkdiyi xanım Qur'anda Məryəm salamullah əleyhadır. Son. Dünyanın sonunda da əqidəmiz budur. Bir ağamız gələcək. İmam Mehdi əleyhissalam və ona köməkçi. Xristiyanlarda olan yolun gözlədikləri müjdə verilmiş şəxs Həzrəti İsa'dır. Bizdə yolun gözlədiyimiz şəxs isə İmam Zaman əleyhissalamdır.